Salam xanımlar, yeni videoma xoş gəlmisiniz. Bugünkü videoda Yapon əzgilinin kompotunu hazırlayacağıq. Bağımızdan yığdığımız meyvələri yuyub təmizləyirik. Daha sonra qara hissələrini təmizləyirik. Və istədiyimiz miqdarda aroma bankalarına meyvələrimizi əlavə edirik. Üzərinə bir armud stəkan şəkər tozu əlavə edirik. Qapaqların daha möhkəm bağlanması üçün mən qapaqların üzərinə qaynar su əlavə edirəm. Daha sonra qaynayan suyu aroma bankalarına əlavə edirik və qapaqları isti-isti möhkəm formada bağlayırıq. Şəkər tozunun daha yaxşı əriməsi üçün bankanı bu formada edirik. Daha sonra bankaların üzərinə ədyal örtüb bir gecə saxlayırıq. Sonra quru və qaranlıq yerdə, sərin və yerdə saxlamalıyıq. Hamınıza nuş olsun. Kanalımıza abunə olmağı unutmayın.